Elə eşitdik, sən gələdim, danışdıq, dedik ki, sahibi öldürüblər, dəriyə tulluyublar, biz də oradayıq. Bilmirik, orada öldürüb tulluyublar, biz onlar bilmirik. Göygöldə qətl hadisəsi törədilib. Olay rayonun Molla Cəlilli kəndində qeydə alınıb. Kənd sakini 40 yaşlı Sahib Quliyevin meyti yaşadığı kəndin yaxınlığındakı çöllük ərazidə aşkar edilib. Onun axşam saatlarından öldürülərək buraya atıldığı ehtimal edilir. Yaxınları deyir ki, iki uşaq atası olan mərhumun heç kimlə ədavəti olmuyor. Qətli kimin törədə biləcəyi haqqında isə ailə üzvlərinin heç bir təsəvvürü yoxdur. Biz araya getdik ki, meyidi orada ata, bilmirik, orada öldürüb tulluyublar, biz onlar bilmirik. Yalanla nə deyək? Hamı oradaydı, hamı gördü ki, elə bil ki, belə gəldi ki, öz dünya görüşümüzə görə hardasa öldürüblər, oradan tulluyub çıxıb gediblər. İndi Allah eləsin, cəzaçar tapılsın. Vallahi bu elə səndən pis adam da döydü. Belə sakit adam idi. Ailəli idi, uşağı, 2 oğlu var. Elə eşitdik, sən gələdim. Həm oğlunun yoldaşından danışdıq, dedi ki, bəs belə sahibi öldürüblər, dəriyə tulluyublar, biz də oradayıq. Dedim nətəri, dedi, nə bilək, bilmirik hələ, nədir. Rayonun milisələri hamısı buradadır. İndi götürüb aparırlar, yəqin analizat eləyərlər də, yəqin ki, orada ekspert bir rəy çıxardar. Baş vermiş hadisə ilə əlaqədar yerli hüquq mühafizə orqanları tərəfindən əməliyyat istintaq tədbirləri aparılır.